Azərbaycan pravasını Polşa pravasına dəyişmək istəyirsinizsə, bu videonun sonuna qədər izləyin. Kartova planınız varsa, Azərbaycan pravasını Polşa dilinə tərcümə elətdirirsiniz. Meldunek, yəni yaşayış yerinin arayışı alısınız. PSL nömrəniz, bir də şəkil çəkdirirsiniz. Və salam, başqa heç bir şeyə ehtiyac yoxdur. Çox adam deyir ki, Azərbaycandan pravanın əslini təsdiqləyəcək sənəd lazımdır. O sənədə ehtiyac yoxdur. Həmin sənədi mən də aldım, göndərdim bura. Jonta götürdüm, jont həmin sənədi istəmədi. O sənədə ehtiyac olaraq jontda sizə blank verirlər. O blanka yazısınız bütün danlılarınızı. Və salam, həmin blankı, bir də onları verdiniz jonta bəy və yaxud da xanıma. O sizə çek verir, həmin dövlət rüsumudur. Dövlət rüsumunu gedirsiniz, ödəyirsiniz. 100 zlot, 150 zlot arası bir şey. Ödədikdən sonra oradan çeki götürürsünüz. Gəlirsiniz ki, mən bunu ödədim. Və salam, sizin nömrənizə SMS gəlir. Bir həftə pravanız hazırdır. Gedirsiniz, öz pravanıza, Azərbaycan pravasını təhvil verirsiniz. Polşa pravasını götürürsünüz. Və salam. Çox asan, çox basit bir prosesdir. Gedib boşu-boşuna vəkillərə 800, 1000 zlot, 1500 zlot, 2000 zlot verib onları varlandırmayın. Pulunuz da cebinizdə qalsın. Çox asan, çox basit bir prosesdir. Bu videonu da bəyənin, paylaşın. Pravanı dəyişmək istəyənlər varsa videonu görsünlər, geçsinlər, rahat bir şəkildə dəyişdirsin.